Salam hörmətli izləyicilər, Dəhşətin portretindəsiz. Bugün Dəhşətin portretində Vüqar Məmmədovdur. Dünya çempionu sambo üzrə güləşçimiz bir zamanlar narkotik aludəçisi idi. Elə gəlin onun Dəhşətinin portretin özündən eşidək. Xoş gördük sizi Vüqar bəy. Vüqar bəy əvvəl kim olub? Narkotikdən və içkidən öncəki həyatınızdan qısa bizə danışardınız. İlk növbədə minnətdarlıq bildirirəm sizə, təşəkkür edirəm. Gəlirsiniz də oradan da işıqlandırırsınız, çəkirsiniz, maarifləndirirsiniz. Vüqar belə olub ki, idmançı olub. Yəni respublikanı təmsil edib. Dəfələrlə dünya və Avropa çempionu olub. 2 dəfə dünya çempionu, Avropada, dünyada 2-ci yer, 3-cü yer, Avropada 1, 2, 3 dəfələrlə respublika çempionu. Beləsinə, yəni nümunə olmuşam idmançılara. Müəllim ilk dünya çempionu tələbəsi mən olmuşam. Bu gün də deyir, sənin kimi tələbəm gəlməyib, bundan sonra da çətin gəlsin. Lenti biraz geriyə versək, düzdür, məktəb vaxtları elə də yəni yaxşı oxuyan olmamışam. Narkotiklə ilk dəfə tanışdığım 15 yaşımda olub. Düzdür, həmin ərəfələr məşq eləyirdim, sözsüz. İlk dəfə yüngül deyirlər də, ondan istifadə eləmişəm. Necə oldu ki, həyatınızda narkotik problemi başladı və ilk addım necə atıldı? Oturub indi analiz eləyəndə davranışlarım, yəni məktəbdə dərsləri pozmağım, məktəbdən qaçmaqlarım, məktəbin ətrafında klubları idi, çayxanaları idi, bilyard salonları idi. O, belə deyək də, bizdən böyük siniflər var idi ki, məktəbi qutaran uşaqlar var idi ki, onlar məktəbin ətrafında yığılırdılar, 5-6 nəfər siqaret çəkirdilər. Mən də özümü bir növ belə deyim də, özümü onlara oxşatmaq istəyirdim. Deyirdim, onların yanında olun, onların yanında olun. Gedirdim, avtomatda onlarla siqaret də çəkirdim, o beləsinə. 15 yaşında da mən hazır idim ona. İstifadə yenə məktəbin ətrafında, çayxanada oturmuşduq. Orada uşaqlar durdu, çıxdıq ki, çıxaq, belə deyim də, başımızı düzəldiyi qaydaq. Mən də bunlarla bir yerdə çıxdım. Orada təklif elədilər mənə, mən də həmin an üçün yox deyə bilmədim. Götürdüm, yan çəkdim. Amma çəkəndən sonra peşmançılıq gəldi ki, mən bunu niyə elədim? Oturub hətta ağladım da. Ağladım ki, mən idmançıyam, mən yarışlara hazırlaşıram. Mən belə, yəni doğrudan da oturub həmin an ağlamışdım ki, ondan sonra da beləncə deyək, yəni peşman idim. Bəs o peşmançılığınız fayda vermədi sizə? Peşmançılığım yox, fayda vermədi. Çünki ondan sonra mən dəfələrlə ondan sonraki yaş dönəmim ki gəlirdi. Mən başladım 16 yaşında dünya çempionatına ilk dəfə getdim, hazırlaşırdım məşqlərə, yarışlara. 2007-ci ildə mən Avropada 3-ə çıxdım, dünyada çempion oldum. Bunları yəni istifadə eləyə-eləyə. Düzdür, hər gün istifadə eləmirdim. Amma vaxt açdı da, beləsinə deyim. Bir həftədən bir, 10 gündən bir fikirləşirdim ki, kontrol eləyə bilərəm də, mənim heç bir ziyan yoxdur. Bu belə fikirləşirdim. Deyirsiniz ki, ilk başlayanda 10 gündən bir falan belə qəbul eləyirdiniz. Qəbul eləmədiyiniz müddətdə nə düşünürdünüz? Düşünmürdünüz ki, bu bir gün sizi aludəçiyə çevirilər, artıq bunun əsiri olarsınız. Mən elə bilirdim ki, mən bunsuz hansısa məclisdə deyib, gülüb, əylənə bilmərəm. Yəni, bu günə baxanda mən başa düşürəm ki, yəni, onsuz demək də olur, gülmək də olur, əylənmək də olur. Onda mən başa düşmürdüm. Mənim, belə deyim də, xəstəliyim formalaşırdı. Mənim xəstəliyim imkan vermirdi ki, o şeylər haqqında fikirləşim. Bir nətər mən şeylər fikirləşirdim. 19-20 yaşında artıq dolmuşdu da, o bir yer ki deyim, dolmuşdu ki, mən o qədər o narkotiklərdən istifadə elədim ki, yüngül deyək də beləsinə. Onun da növləri var, yüngülün də növləri var. Onlardan istifadə elədim, artıq onlar mənə o deyib, gülməyi, həvəsi, necə deyim də, əylənməyi... Hər şeyin həzzini onda tapdınız. Tapdım, ilk dəfə ola bilər tapdım da. Amma getdikcə o mənim üçün adiləşdi. Adiləşdi, başladım başqa
maraqlar özümdə kəşf eləmək üçün mən bunu eləsəm, mənə heç nə olmaz. Çünki bundan qabaqçısı mənə heç nə eləmədi. Amma bir vaxtdan sonra ola bilər mən o həvəsi öldü məndə, belə necə deyim də, deyib, gülmək, danışmaq ki, yoxa çıxdı. Amma mənim iradəm o qədər güclüdür ki, yəni belə deyim də, mən Yasamal kimi bir ərazidə böyümüşəm. Bizə orada yəni görsədiblər də, yəni ayağı kəsik, qolu kəsik, yəni tində durub yatanı, mən nə bilim də, oğurluq eləyəni, beləsinə deyim də. Mən fikirləşirdim ki, mən onu eləsəm, onlar kimi olmayacam. Çünki mən idmançıyam, dəfələrlə dünya, Avropa çempion olmuşam, mənim iradəm böyüdür, mən bunlardan yəni fərqli olacam. Amma ki, bir vaxtdan sonra 20 yaşından, düz 20 yaşından ağır narkotiklə tanış olmuşam, düz 13 il yarımını mənim əlimdən aldı.